Musa Kəlimullah Allah'tan soruşur ki, sənin insan olmağın mümkün deyildi, sən Allahsan. Allah insan ola bilməz ki. Allah Allah'dır. Deyir, amma qeyri-mümkün də olsa fərz eləyək. Peyğəmbər də Allahla danışır. Fərz eləyək ki, sən insan timsalında yerə ensəydin, misal üçün, ki, mümkünsüz bir şeydir. Fərz eləyək. İnsan timsalında, insan vücudunda yerə ensəydin, nə iş görərdin? Allah cavab verir ki, əgər belə olsaydı, mən insanlara xidmət eləyərdim. Yəni, Allahın Allahlığının da təcəllası insanlara xidmətdir. İnsanların xidmətində dayanmaqdır. Və olduqca ləzzətli bir həyatdır. Xidmətdə keçən həyat zövq verir, adamı təmizləyir, paklayır. Bir addım atın kimin üçünsə, görün nə qədər ləzzətli olur həyat. Hətta o adam sizi göynətsə də, incitsə də, bu nankörlükün də, belə deyək də, o qədir bilməzliyin də bir ləzzəti var. Amma düz baxsan məsələyə. Düz baxmasan, zarıyacaqsan, küsəcəksən, incəcəksən ki, əşi, nə oldu, mən əlimin duzu yoxdur, mən belə, mənim bəxtim belədir, kimə yaxşılıq eləyirəm. Yaxşılıq eləyən deyinməz, yaxşılıq eləyən, yaxşılığını Allah üçün eləyib göndərib Allah'a. Mən üçün nə önəmi var ki, qarşıda olanın bir dənə sağ oluna bəyəm, möhtacam mən kiminsə. Sağ ol onun borcudur, o heç. O sağ ol deməyənlərlə də Allahın öz hesab kitabı var ki, sənə yaxşılıq eləyənə sağ ol da demədinsə, sən necə insansan? O heç, amma sənə dəxli yoxdur məsələn. Sən öz işində ol. Allah Peyğəmbərin Quranda tərif edir. Necə tərif edir? Ləqəd cəəkum rəsulun min ənfusikum. Sizə öz içinizdən bir Peyğəmbər gəlib. Necə Peyğəmbərdir o? Azizun aleyhi mə anittum. Sizin çətinlikləriniz onun üçün çox ağırdır. Yəni sizin başınıza gələn bəlalar onun ürəyini göynədir. Sizin sıxıntılarınız onun üçün dərddir. Sonra buyurur, harisun aleykum. O sizə qarşı hərisdir. Bu ayəni eşitmişsiniz, çox eşitmişsiniz. Həris, dilləri dünyanın hərisidir. Həris pis sözdür axı. Allah Peyğəmbəri barədə müsbət yerdə işlədir. Deyir ki, insanlıq hərisidir o. Peyğəmbərin sevgisi o qədər şiddətlidir ki, söz tapmır ifadə eləsin. Deyir, bu həris adamdır. İnsanlığın hərisidir, yəni müsbət mənada hərisdir. Aşiqdir insanlığa. Ondan sonra nə buyurur? Buyurur, bil mu'mininə raufur rahim. Möminlərə qarşı isə rauf və mehribandır. Sən demə, bu müşriklərə qarşıymış. Günahkarlara qarşı hərisiymiş. Onların doğru yola gəlməsi üçün hərisiymiş. Allah Quranda deyir, ləalləkə baxiun nəfsək, ya Rəsulallah, az qalırsan özü öldürəsən bunlar üçün. İnsansevərliyin zirvəsində dayanan Peyğəmbərdir.